Yoldaşlar, əgər siz aranızdan kimsə rus və yaxud da ingilis dilindən birini başlanğıc səviyyədə bilirsə, özü də danışıq səviyyəsindən, daha doğrusu danışıq bacarığı cəhətdən başlanğıc səviyyədə bilirsə, yəni danışmaq cəhətdən və istəsə, yəni prinsipcə dərsdə oxuyursa, yəni tələbədirsə, dərslərə də yoğunlaşa bilən bir iş rejimi təyin etmək olar. Belə bir iş var yoldaşlar. Özü cins fərqi yoxdur. Yəni xanımsız ya bəysiz yoxdur. Yəni ali təhsilli də önəmli deyil. Tələbələr də dediyim kimi müraciət edə bilər. Tur satıcı işidir, prompter işidir. İş təcrübəsi də tələb eləmir. Burada siz 1500 manat civarında da qazana bilərsiniz, 600 manat da qazana bilərsiniz. Bu elə bir işdir ki, yoldaşlar, gəlin işin mahiyyətini sizə izah edeyim. Bu Targov Bazar ərazisindədir, şəhərin mərkəzindədir, yəni Rus Dram Teatrının yanındadır. Nə yaşayırsınız yoldaşlar? Xarici qonaqlara Azərbaycanın ən maraqlı turları haqqında məlumat verirsiniz. İndi bunu hansı dillə biləcəksiniz? Ya Rus dili bilirsinizsə Rusca, yaxud da İngiliscə bilirsinizsə İngiliscə. Deyə bilərsiniz ki, bunu mən necə bilim? Bu əslində çox da gözünüzü qorxuzmamalısınız yoldaşlar. Yəni Azərbaycanda nə qədər görməli yer var? Onu qabaqcadan təyin edirlər, onlardan da dəstək alırsınız. Sonra artıq onu əzbərləyirsiniz o mətni. Sonra onlara, xarici qonaqlara siz o məlumatı ötürürsünüz. Artıq o qədər onu əzbərlədiyinizə görə və hər gün dəfələrlə neçə qonağa onu dediyinizə görə artıq siz onu əzbərləmiş olacaqsınız, rahat gələcək sizə. Və eləcə də xarici dil biliyinizi inkişaf etdirmiş olacaqsınız. Yəni, başa düşürsünüzmü? Bu, yəni, əgər təməl baza, heç olmasa başlanğıc səviyyədə bilirsinizsə bu dili, yəni o halda bu xarici qonaqlara turlar haqqında məlumat vermək sizin gözünüzü qorxuzmamalıdır. Gözünüzü bilirsiniz nə qorxuza bilər? Gözünüzü qorxuza bilər ki, bu işlər adətən açıq havada olur, yəni ofis şəraitində olmur. Siz yəni adətən küçədə olmalı olursunuz. Küçədə qonaqları görən kimi qonaqlara yaxınlaşıb onlara flyer paylayırsınız və paralel olaraq da qonaqların diqqətini cəlb edirsiniz, maraqlananlara ətraflı məlumat verə bilərsiniz. Bu tipli adətən bu işlər olur, bu tur satıcıları, prompterlar. Əgər belə bir işlərə kompleksiniz yoxdursa, 1500 manata qədər qazana biləcəyiniz belə bir iş var yoldaşlar. Həm dil biliyinizi də inkişaf elətdirə bilərsiniz. Bu işə də müraciət etməkdə dəstək istəyirsinizsə, və yaxud da digər işlərlə də tanış olmaq istəyirsinizsə, onlayn işlər də var ki, paylaşılıbdır kanalımızda. Ümumiyyətlə, iş tapmacı çəkini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsə, kanala daxil olun, Toğrulacıvada kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.